Hər vaxtınız xeyir. Bugün Nikol Lepera'nın özünü sağaltma mövzusuna, demək olar ki, inqilabi bir yanaşmasına birlikdə nəzər salacağıq. Bilirsiniz, bu o klassik terapiya anlayışından biraz kənara çıxan, məsuliyyəti tamamilə öz əlimizə almağı təklif edən bir yoldur. Elə isə gəlin bu maraqlı səyahətə hardan başlayacağımıza baxaq. Hər şey əslində çoxumuzun özünə verdiyi bu sualla başlayır. Niyə biz həmişə eyni yerdə ilişib qalırıq? Niyə eyni səhvləri təkrar edirik? Eyni tip insanları həyatımıza çəkirik. Sanki görünməz bir senaryola yaşayırıq. Cavab deyəsən bizim düşündüyümüzdən qat-qat daha dərindədir. Və budur. Bütün məsələnin kökündə duran o amansız, amma eyni zamanda da insana güc verən fəlsəfə. Düzü, ilk baxışdan biraz sərt səslənə bilər, elə deyilmi? Amma əsas fikir nədir? Kənardan bir xilaskar gözləməyi dayandırmalıyıq. Çünki əsl dəyişiklik, əsl sağalma ancaq və ancaq içəridən, məhz özümüzdən başlaya bilər. Bu bütün yolun təməl daşıdır. Yaxşı, deməli ilk addımımız, ilk prinsipimiz məsuliyyəti tamamilə öz üzərimizə götürməkdir. Bu nə deməkdir? Bu artıq həyat hekayəmizin qurbanı rolundan çıxıb, onun əsl qəhrəmanına, baş roluna keçmək deməkdir. Gəlin baxaq, bu praktikada nə anlama gəlir? Bu bənzətmə əslində ənənəvi yanaşmalara yönəlmiş bir tənqidi çox gözəl ifadə edir. Söhbət terapiyanı tamamilə inkar etməkdən getmir, əsla. Sadəcə bəzən problemi sadəcə danışmaq, simptomları müzakirə etmək kök səbəbi aradan qaldırmır. Bu eyni ilə yaranın içini təmizləmədən üstünə bahalı bir plaster yapışdırmağa bənzəyir. Amma əsl sağlamlıq üçün daha dərinə enmək lazımdır. Yaxşı, bəs o dərinlik haradır? Hara enməliyik? Baxın, cavab çox vaxt gözləmədiyimiz bir yerdədir, öz bədənimizdə. Bəli, hər şey zehnimizdən yox, məhz bədənimizdən başlayır. Çünki keçmişimiz təkcə xatirələrimizdə deyil, sözün əsl mənasında bədənimizdə yaşayır. Gəlin aydınlaşdıraq, travma deyəndə nəyi nəzərdə tuturuq? Burada söhbət təkcə böyük, fəlakətli hadisələrdən getmir. Xeyr, davamlı stres, uşaqlıqda gördüyümüz emosional laqeydlik, bunların hamısı bədəndə özlərin izini buraxır. Nəticədə sinir sistemimiz daimi bir savaş ya da qaç rejimində donub qalır və biz heç fərqində olmadan keçmişdəki bir təhlükəni elə bil bugün yaşayırıq. Bu məqamı izah edən möhtəşəm bir bənzətmə var. Təsəvvür edin, eviniz yanır. Hər tərəf alov içindədir. Bədəniniz sizə təhlükə var deyə qışqırır. Amma siz sakitcə oturub yanğının səbəbləri haqqında fəlsəfi söhbətlər aparırsınız. Mənasız səslənir, elə deyilmi? Bax, bədənin siqnallarını görməzdən gəlib, təkcə ağılla sağalmağa çalışmaq da eyni ilə budur. Əvvəlcə o yanğını söndürmək lazımdır. Yoxsa zehnin sakitləşməsi demək olar ki, imkansızdır. Yaxşı, bəs bədənimizdəki o kilidi necə aça bilərik? Bunun üçün əslində olduqca sadə, amma çox təsirli üsullar var. Məsələn, sadəcə dərin nəfəs alıb vermək. Bu, birbaşa sinir sistemimizə hər şey yaxşıdır, təhlükə yoxdur siqnalı göndərir. Yaxud somatik təcrübələr. Bu, sadəcə dayanıb bədəninizdəki hisslərə diqqət yetirmək deməkdir. O gərginlik, o düyün hardadır? Buna fokuslanmaqla sıxışıb qalmış o enerjini azad etməyə başlayırıq. Bütün bunların bir məqsədi var, bədənimizdə çox sadə bir mesaj vermək. Sən artıq təhlükədə deyilsən, rahatlana bilərsən. Bədənimizə o təhlükəsizlik hissini qaytardıqdan sonra artıq biraz daha dərinə getməyə hazırıq. Və bu dərinlikdə bizi kim gözləyir? Bugünkü reaksiyalarımızın, qorxularımızın əsl memarı, bizim daxili uşağımız. Bu ifadə həqiqətən də təsirlidir, elə deyilmi? Bir anlıq düşünün. O, səbəbsiz yerə qəzəb partlamaları, o, dərin tərk edilmə qorxusu ya da başqalarından davamlı olaraq təsdiq gözləmək. Bunların hamısı hardan gəlir? Məhz o, uşaqlıqda ödənilməmiş ehtiyaclarımızdan. O yaralı uşaq hələ də içimizdə yaşayır və çox vaxt fərqində olmadan həyatımızın sükanı arxasında məhz o oturur. Yaxşı, bəs o uşağı necə sağalda bilərik? Sükanı ondan necə geri alaq? Proses 3 addımdan ibarətdir. Birincisi, fərqindəlik. Yəni, o avtomatik reaksiyalardan bir anlıq çıxıb soruşmaq. Dayan, mən indi niyə belə hiss edirəm? Bu, əslində haradan gəlir? İkincisi, şərtsiz qəbul. Bəyənmədiyimiz kölgə tərəflərimizi qınamadan sadəcə müşahidə etmək. Və üçüncüsü, yenidən proqramlaşdırma. Bu, kiçik amma davamlı addımlarla yeni, daha sağlam vərdişlər yaratmaqdır. Bütün bunlar əslində öz-özümüzə valideynlik etmək, yəni uşaqkən ehtiyac duyduğumuz o şəfqəti bugün özümüzə vermək deməkdir. Amma gəlin dürüst olaq, bu səyahət heç də asan deyil. Çünki yolumuzun üstündə çox güclü bir müqavimətlə qarşılaşacağıq və o müqavimət bizim öz zehnimiz, yəni egomuzdur. Bu bir qədər paradoksal səslənir, amma ego, yəni zehnimiz, tanıdığı cəhənnəmi tanımadığı cənnətdən üstün tutur. Niyə? Çünki ego dəyişikliyi sevmir.
Dəyişiklik naməlumdur. Naməlum olan isə qorxuducudur. Ağrılı da olsa, o köhnə hekayələr, o qurban rolu ona tanışdır, deməli təhlükəsizdir. Məhz buna görə də çox vaxt özümüzü eyni həyat ədalətsizdir kimi hekayələrin içində həbs edirik. Baxın, bu həbsxanadan çıxış yolu egonun bizə pıçıldatdığı hekayələri dürüst suallarla əvəz etməkdir. Məsələn, ego deyir, məni heç kim sevmir. Bu gücsüz bir qurban mövqeyidir. Dürüst sual isə budur. Dayan bir dəqiqə. Bəlkə mən özüm bu reallığın yaranmasında rol oynayıram? Və ya ego deyir, həyat həmişə ədalətsizdir. Dürüst sual isə, bu təkrarlanan vəziyyətdə mənim payım nədir? Görürsünüz, bu özünü günahlandırmaq deyil. Bu gücü öz əlinə geri almaqdır. Deməli, bədənimizi dinlədik, daxili uşağımıza şəfqət göstərdik, egomuzun oyunlarını anladıq, bəs indi nə etməliyik? Bütün bunları real həyata necə tətbiq edəcəyik? Cavab çox vacib bir anlayışdadır. Sərhədlər. Öz həqiqi mənliyimizi qorumaq üçün sərhədlər qurmaq. Və burada çox vacib bir məqam var. Bəlkə də bir çoxumuz üçün bir aha anı olacaq. Hər dəfə başqasını əslində istəmədən hə deyəndə biz öz ehtiyaclarımıza, öz istəklərimizə yox demiş oluruq. Bir anlıq düşünün, gün ərzində özünüzə neçə dəfə yox deyirsiniz. Bu sadəcə yorğunluq deyil, bu birbaşa tükənmişliyə aparan yoldur. Çox vaxt sərhəd qoymaq deyəndə ağlımıza egoistlik, aqressiya ya da insanlardan uzaqlaşmaq gəlir. Amma bu tamamilə yanlışdır. Sağlam sərhədlər divar hörmək deyil. Əksinə, bu özünə hörmətin ən ali, ən gözəl formasıdır. Bu, sadəcə mənim məsuliyyətim burada bitir, sənin məsuliyyətin isə burada başlayır deməkdir. Və bu, həm özümüzlə, həm də başqaları ilə ən sağlam münasibət qurmağın təməlidir. Beləliklə, bədənimizin yaddaşından başladıq, daxili uşağımızla tanış olduq, egonun illüziyalarını gördük və nəhayət özümüzə hə deməyin yolunu, yəni sərhədləri öyrəndik. İndi isə bütün bu məlumatları bir yerə toplayan və bizi dərindən düşünməyə vadar edən son bir sual qalıb. Bu sualla sizi baş-başa buraxmaq istəyirəm. Yəni, sadəcə düşünməklə, danışmaqla, analiz etməklə həqiqi, tam bir sağalmaya nail olmaq mümkündürmü? Yoxsa bədənimizdə o donub qalmış enerjini, o fiziki yaddaşı azad etmədikcə bütün zehni cəhdlərimiz əslində yarımçıq qalmağa məhkumdur? Bəlkə də əsl sağalma, əsl bütövlük məhz zehinlə bədənin bu ahəngli rəqsindən yaranır.